Bu mənim aparıcımdır, bu mənim arxasında filan oliqarx dayanır, filan deputat dayanır, filan nazir dayanır. Oliqarxlar bir-birləri ilə, yəni müğənni savaşındaydısa, artıq bugün televiziya veriliş və telekanal savaşındadır. Sponsorlu, indi onlara hacızat da deyirlər də, o cür deməli müğənnilərdən bu tərzə keçirməsi, bu da çox qorxulu tendensiyadır. Xoş gəlmisiniz Qulu müəllim. Sağ olun, təşəkkür edirəm. Qulu müəllim, son vaxtlar onsuz da televiziyalarla bağlı, televiziya aparıcıları ilə bağlı bir narazılıq hökm sürürdü. Cəmiyyətdə çox narazılıq var idi. Son olay Nigar Fərhadla bağlı, yəni onun atasız qızları oğluma almaram deməsi də bu narazılıqları biraz da belə alovlandırdı. Ümumiyyətlə, bu müzakirələrin fonunda onun tərəfini də saxlayanlar oldu. Düzdür, həm telekanal, həm aparıcı cəzalarını aldılar. Sual olunur ki, bəs hətta onu yazıq aparıcı deyə onun tərəfini tutanlar oldu. Burada tanınmış simalar da var idi. Sizin bu məsələyə mövqeyiniz ümumiyyətlə maraqlı olardı. Bilirsiniz, yəni baş verən, əslində mən istəməzdim, yəni belə bir aparıcının üstündə söhbəti quraq. Amma bu bilirsiniz, yəni bu bir prosesdir və bu bir nəticədir əslində faktiki olaraq. Yəni bizim televiziya kanallarında gedən proseslər nəticə etibarilə söhbət özəl kanallardan gedir əlbəttə. Çünki mən inanmaram ki, tutaq ki, ASTV-də ya ictimai televiziyada da, yəni büdcədə maliyyələşən televiziyalarda belə hallar baş versin. Amma indi bu özəl telekanalların bir çox problemləri var. Bu maliyyə problemləridir, kadr problemləridir. Ondan sonra, nə bilim, sponsor daha çox maliyyə yönəli ehtiyaclar və problemlər var ki, ondan qaynaqlanan bu cür şou, hadisələr tez-tez baş verir. Yəni, amma bütün bunlara baxmayaraq, yəni kim əgər mən bu yanlışlığı eləyirəm və bunun səbəbi odur ki, bizim maliyyəmiz olsun, bizə sponsorlar olsun və s. bunun üzərində qurulması tamamilə yanlışdır. Ona görə efirə kim olur olsun, istəyir bax bu Yeni Müsavat TV-si olsun, istəyir hər hansı YouTube kanalı olsun, hər hansı production olsun. Yəni televiziya bir normativ yayım vasitəsidir. Yəni burada əyləşən aparıcılar minlərlə, milyonlarla insanın gözü qarşısındadır. Yəni bu güzgüdədir, ekrandadır, hamının deyək ki, baxdığı bir deməli hədəfdədir. Ona görə bura çıxan aparıcılar özlərinə, sözlərinə, davranışlarına, danışıqlarına ciddi diqqət yetirməlilər. Bu birinci növbədə ona görə belədir ki, televiziya mədəniyyət müəssisəsidir, televiziya mədəniyyət faktıdır. Yəni bu məşhur mədəniyyət nəzəriyyatçısı var da, yəni onun Wortwillen, onun yəni yanaşması bundan ibarətdir ki, mədəniyyət, coğrafiya mədəniyyətləri yaradır, mühit mədəniyyətləri yaradır. Mədəniyyət cəmiyyətləri yaradır. Cəmiyyət insanları və millətlərin toplusundan ibarət olur. Yəni mahiyyət etibarilə mədəniyyət milləti yaradır. O, məsəl üçün, misalı bundan ibarət ki, İngilislər mədəniyyəti yaratmayıb, mədəniyyət İngilislərin özünü yaradıb. Bu mənada bəli, televiziyada bir vasitə kimi mədəniyyət vasitəsidir, vitrindir, güzgüdür. Yəni insanlar bir vaxtlar dəbi buradan öyrənirlər. Danışıq, geyim tərzi, davranış, polemika mədəniyyəti və s. və ilə. Amma təəssüf ki, söhbət təkcə bizim televiziyalarda getmir, bütün dünyada bu tərsinə olub. Televiziya artıq çox pozucu bir şey yoxdur. Vaxtı ilə Fellini məşhur rejissor, kino rejissor deyəndə ki, bütün sənədlərin kanalizasiyası televiziyaya axır. Ona gülürdülər. Amma indi məlum oldu ki, həqiqətən elədir. Söhbətin əvvəlində qeyd elədiniz ki, əsasən özəl kanallarda biz bunu görürük, telekanallarda, ASTV və İctimai TV-də çox da belə nöqsanlara yol verilmir. Amma nəzərə alaq ki, onların da öz problemləri var, amma bunu da deyək, yəni biz belə onu nəzərdə tuturuq. Yəni, amma çalışırlar ki, belə şeylər olmasın. Bəli, amma nəzərə alaq ki, əhalinin əksəriyyəti əsasən elə özəl telekanallara baxır. Mən yadımdadır ki, biz uşaq vaxtı heyranlıqla aparıcılara baxırdıq. Onları bir örnək, etalon bilirdik. Onların həm davranışı, həm yəni ən azından sizin dövrünüz olardı da, sizinlə eyni, yəni həmkarlarınız var idi. Rafiq Hüseynov bir çoxun adını çəkməklər, həm xanım, həm də yəni kişi aparıcılardan danışırıq. Televiziya yeni yarananda bax o aparıcılarla tanınırdı. İstər Böyük Britaniya olsun, Amerika olsun, Azərbaycan televiziyası olsun, Rusiya telekanalları, Sovet kanalları olsun. Yəni burada aparıcılar
cəmiyyətin və müəyyən mənada da mövcud hakimiyyətin və rejimin ifadə tərzi idi. Ona görə hər şey ciddi qaydasında, ölçülər içərisində olurdu. Amma indi çox ki belə sərbəstlik var falan var. Ona görə və tələb də yoxdur. İndi siz dediniz, amma indi məsələn o biz indi deyirlər ki, o Sovet dövründən qalan aparıcılar idi. İndi onlar çıxsalar elə reytinq toplaya bilməzlər. Razısınızmı ümumiyyətlə bu fikirlə? Ümumiyyətlə müasir teleaparıcı necə olmalıdır? Hansı kriteriyalara cavab verməlidir? Bilirsiniz, hər teleaparıcı, hər deməli diktor belə, çünki bu diktorluqdan törəmə qollardır, aparıcılarda, şoumenlərdə, hər şey. Qabaq bunların hamısını diktorlar eləyirdi. Bu yaradıcılıq baxımından yaxşıdır ki, diferensiyasiya var. Yəni diktor mətn verirdilər, o oxuyurdu, yazırdı. Əlbəttə bacarıqlı, yaxşı siz adını çəkdiniz. Bacarıqlı diktorlar da var idi. Tutaq ki, bəli, Rafiq Hüseynov kimi, Roza Tağıyeva kimi, Tamila Ələkbərova, Şərqiyə xanım Ələkbərova kimi. Yəni bu cür aparıcılar vardı. Hicran Hüseynovda və s. Yəni bunlar hamısı müəyyən mənada bəli klassikaydı. Onlardan əvvəl radio aparıcılar vardı. Yəni onlar bizim tariximizin bir hissəsidir, mədəniyyətimizin bir hissəsidir. Söhbət Aydın Qaradağlı kimi, Sabutay Quliyev kimi, Züleyxa Hacıyeva kimi, Fatma xanım kimi, yəni bu cür aparıcılardan söhbət gedir. Ofeliya Sənani kimi. Biz özümüzü onlara oxşatmağa çalışırdıq. Əksəriyyət. Elədir. Mən ona görə dedim ki, hansı dövrə düşür? Məsələn, mənim aparıcılıq elədiyim dövr təxminən keçid dövrünə düşür. Müstəqillik illərinin ilk illəri mən 91-ci ildən daimi efirdəyim. Yəni xəbər aparıcısı kimi, şərhçi kimi, siyasi icmalçı kimi, canlı verilişlər aparan bir adam kimi. Yəni amma mən ora gəlib çıxana qədər çox böyük yaradıcılıq laboratoriyası keçmişdim. Həmin o dediyiniz diktorlar məktəbindən keçmişdik. Aydın Qaradağlı ilə görüşmüşdük. Rafiq Hüseynov bir yerdə işləyirdik. Yəni digər bizim çox görkəmli deməli aparıcılarla onlarla ünsiyyətdəydik. Məsələn, Soltan Nəcəfovla mən görüşürdüm. O elə qəribə şeylər danışırdım ki, nə yaxşı biz o dövrdə danışmırıq. Yəni aparıcılara tələb. Hətta bir adamın adını efirdə çəkmək üçün, məsələn, Arzular konsertidir. O dedi ki, məsələn, Şamaxdan filan kəs filan mahnını arzulayır. O adamların adını çəkmək üçün belə yazırdılar rayon rəhbərliyinə ki, sizdə belə adam var. O necə adamdır? Yəni bu xalq düşməz zad deyil ki. Amma indi nə yaxşı ki, elə şeylər yoxdur. Amma tələbkarlıq da xeyli azalıb. Yaradıcılıq sərbəstliyi nəyi istəyirəm deyirəm, necə istəyirəm deyirəm anlamına gəlmir. Dünən dərsdə bizim tələbələrdən biri də soruşur ki, mən bu söz azadlığı deyəndə bunu necə qiymətləndirmək olur? Mən ona izah edirəm. Yəni bizim ağlımıza 100 fikir gəlir. Amma bizim beynimizdə Freydin də düşüncəsinə görə, yəni bu belədir. Alt qatda fikirlər yaranır, sonra o üst qata çıxmaq üçün bir süzgəc filtr deyilən şey var. Ondan keçməlidir. O icazə verməsə keçmir. Amma burada bizdə bir çox aparıcıların bax o süzgəci işləmədiyinə görə ya hesab edirlər ki, nə istəsən deyə bilərlər və s. Bir də bu dil məsələsini müzakirə edəndə o vaxt ASTV-də çalışıb, sonra ANS-ə keçmişlər. Futbol şərhləri də yaxşı, sevimli uşaqlar idi. Bu dil məsələsi müzakirə edildi. Biz bir teleteatrda bizim deməli çox görkəmli sənətkarlarla və orada bunların yanaşması mənə belə maraqlı gəldi ki, və həm də çox qəribə gəldi. Necə yəni belə deməyin, elə deməyin, belə ifadə eləmək olmaz. Mən nə tər istəyirəm o cür danışıram. Yəni əslində yaradıcılıq istəyi, sərbəstlik istəyi çox gözəldir. Amma və lakin necə istəyirəm, nə tər istəyirəm deyil, xeyr. Evdə, mətbəxdə, kruqda, çayxanada və s. o mühitdə, o çevrədə elə danışa bilərsən. Amma o şey ki, artıq ictimai tribunaya çıxır, biz kameranın qarşısıyıq. O kamera tamaşaçının gözüdür, cəmiyyətin gözüdür və həm də bizə baxan məsuliyyətin gözüdür. Ona görə də, yəni bu şəkildə olmaz. Məşhur televiziya nəzəriyyəçisi var, Sapbakondan misal gətirim də. Məsələn, bu deyir ki, televiziya əxlaqdan başlayır. Yəni, əxlaq olmasa bu mümkünsüzdür. Bu 20-ci əsrin məşhur yazıcısıdır və estetikdir. Onun kitabını da Rusca'da çap ediblər 23-cü ildə. Umberto Eco. Bunun televiziya haqqında çox böyük yazmalar var. Bu deyir ki, televiziya bizə yeni mədəniyyət gətirir. O, submədəniyyət də ola bilir, yəni tullantı mədəniyyət də ola bilir, amma gerçək mədəniyyət də ola bilir. Baxın, məsəl üçün Azərbaycan televiziya məkanında çoxlu yeni televiziya filmi bir yeni janrdır. Məhz televiziya üçün çəkilən. Televiziya tamaşaları, bunun çox gözəl yaradıcıları var bizdə. Gözəl tamaşalardır bunlar, yaradılır. Verilişlər, formatlar, müxtəlif. Bunlar hamısı yeni mədəniyyət nümunələrdir. Yəni gerçəyin, fikrin, düşüncənin ifadə tərzidir. Ona görə də
bax o ifadə tərzi nə qədər nümunəvi olursa, televiziyalar bir o qədər qazanır. Mən o fikirdə deyiləm ki, hə məsələn keçmiş aparıcılar deməli indi aparsaydılar veriliş çox yüksək reytinq qazana bilməzlər. Biraz mübahisəlidir, bəlkə də həqiqətə yaxındır. Amma və lakin o keçmiş aparıcının gərək o cürdə auditoriyası olsun. Oxuyan, mütaliə eləyən, intellektual düşüncəsi olan, polemikə girə bilən, danışdığı sözün dəyərini və çəkisini bilən, mənasını bilən və özünü necə deyərlər, normal şəkildə bu cəmiyyətin üzvü hesab edən. Yoxsa indi bilirsiniz, oxuyan az, mütaliə eləyən az, düşüncə adamları çox az, kitablar təbliğ olunur, amma oxuyan yox. İstəyirsən sən bunu elektronda oxu, istəyirsən nədə oxursan oxu, amma oxu, bilik qazan. Çünki bizim üçün ən mötəbər mənbə yenə bütün məlumatlara baxmayaraq, nə qədər süni intellekt çıxırsa çıxsın, yenə bizim bilik mənbəyimiz, düşüncə mənbəyimiz kitablardan gəlir, müxtəlif kitablardan. Ona görə də bu barədə düşünməliyik. Aparıcıların geyim tərzi ilə bağlı, ümumiyyətlə xarici görünüşü ilə bağlı istərdim danışaq. Qul müəllim, bəzən son dövrlər görürük ki, əndazədən çıxmış, dodaqları belə böyüdülmüş, üz cizgiləri tamamilə belə tam dəyişilmiş, hətta baxanda belə insan qorxur. Yəni o formada efirə çıxmaq nə dərəcədə doğrudur? Ümumiyyətlə aparıcı necə geyinməlidir? Həddən artıq, yəni bəziləri var ki, qızıl, elə bir toya gəlmiş kimi hazırlanıb gəlir. Necə olmalıdır? Bu geyim tərzi bilirsiniz, bax musiqi baxında necə musiqi var? Var muğam, hə? Xalq musiqisi var. Var estrada, var simfonik musiqi. Yəni o ifaçılar o şeyə uyğun geyinir. Məsələn, sən opera ifaçılarına baxın, məsələn, böyük mədəniyyət daşıyıcıları idi. Bizim həm qadın müğənnilərimiz, həm kişi müğənnilərimiz, onlar bu operada necə edirlər? Yəni məsələn, çox səviyyəli, Şövkət Ələkbərov, mən demirəm hamı o tərz olsun. Amma necə ağayana, necə kübar, necə ləyaqət saçan bir adam. Eləcə də var, Sara Qədimova, nə bilim digərləri, Fatma Mehrəliyeva, ümumiyyətlə belə bir məktəb ola biləcək adamlar. İndi məsələn Fidan Hacıyeva, yəni onun səhnə mədəniyyətinə baxırsınız, görürsünüz nə dərəcədə. Bu operadır, yəni bunun tərzi budur, bu Carmen oynayır, başqa. Estrada bəli, burada da nümunəvi ola bilən adamlar var. İndi bunları çox gözəl bir şəkildə birləşdirən Zeynəb Xanlarova kimi bizim ustad müğənnimiz və xanəndəmiz var. Yəni bu çox nadir, fenomenal hadisələrdir. Amma estrada bəli, biraz deyək ki, fərqlidir, stil fərqlidir, biraz gərək geyim də, filan da o stilə uyğun olsun. Eləcə də verilişlər, televiziya aparıcıları, xəbər aparıcısı, əgər qulağında iri sırğa, xəbər oxuyanda o tərpənirsə, ya tamaşaçının diqqətini ona cəlb eləyir. Ya məsələn o dediyiniz sifət çizgiləri filan, silikonlu. İndi bilirsiniz, insanlar, xüsusən xanımlar gözəl görünməyə başlayır. İndi kişilər də başlayıb o cür, o tərzi yamsılamağa. Burada aləm qarışır bir-birinə. Amma və lakin günah onlarda deyil. Günah onları o şəkildə efirə buraxanlardadır. Mən özüm də uzun müddət səhər proqramında tələbələrim dərs deyirəm və tələbələrim içərisində yəni biraz intellekt olan, televiziya üçün yarayan o adamları gətirirdim. Bunlar bir yaradıcılıq laboratoriyası keçirdilər. Süjet hazırlayırdılar, montajda olurdular, xəbər yazırdılar, danışıqlar, hissə-hissə müsahibələr alırdılar falan. Onlar efirə tədricən hazırlandı. Adamları tanıyırdılar və s. və ilə. İndi də küçədən gətirib efirə adam buraxanda təbii ki, o başlayacaq ağzına gələn danışmağa. Bu el arasında bir söz var, səy-səy danışmaq, gic-gic danışmaq. Bax, bu sözün həqiqi mənasını o aparıcılara aiddir. Bizim də bu teleməkanda, məsələn, xəbər aparıcılarında elə bir ciddi problem yoxdur. Analitik verilişlər aparanlarda ağıllı, intellektual, yəni hamını bir-birinə qatmaq olmaz. Bunların da içərisində insafən belə rəğbət doğuran oğlanlı, qızlı, çox maraqlı aparıcılar var. Bizim əsas problemimiz bu şou aparıcıları ilə bağlıdır. Bu şou aparıcıları yəni belə heç bir formata, heç bir janra, heç bir ölçüyə sığmırlar. Yəni bunlar belə indi hamısına aid deyil əlbəttə. Məsələn şou aparıcılar vardı. Tutaq ki bizdə Space-də bir İlham oğlan vardı. Səhv eləmirəmsə familiyası Qasımovdur. Ya Azər Axşam vardı. Ağıllı, intellektual, tamaşaçı ilə dil tapa bilən, gözəl. İndi Xəzər TV-nin rəhbəridir. Nədir? Dadaşov, Murad Dadaşov çox gözəl şoumeni, şou aparırdı. Onun intellekti, davranışı, tərzi. Yəni biz bunları necə dana bilərik ki, bu cür gözəl şoumenlərimiz də var. Amma və lakin bax indi o yeni konveyerdən çıxan aparıcılar ki var,
bilmirsən ki, mənbə hardandır, genetika hardandır. Ümumiyyətlə mənsubiyyət, cinsiyyət və s. Yəni bunların hamısı qarışıb bir-birinə. Ona görə də bax bu aparıcılar heç bir məsuliyyət hiss eləmirlər. Onlar üçün nə milli, nə əxlaqi, nə heç bir dəyər yoxdur. Onların böyüdüyü mühit, bilirsiniz də insanlar bir var ki, mühitdən güc alır. Mühitdən bəzi şeylər var. Bir də var ki, genetikadan gəlmə şeylər var. İnsanın ruhundan gəldiyi şeylər var. Bax, o ruhu pozuq olan insanlar o deyir cəhənnəmə gedən özü ilə yoldaşa aparmaq istəyir. Bax, bu adamların əksəriyyətində o fikir var ki, mən necə düşünürəm, cəmiyyət elə düşünsün. Heç bir əxlaq olmaz, heç bir dəyər olmaz. Nə bunu gözlə, nə onu gözlə, nə ölçü. Belə olmalıdır. Mən azadam, sərbəstəm və s. Mən beləyəm. Yəni, bax, bu tərzin özü çox qorxuludur. Onu da televiziya yaratmır. Televiziya onu göstərir və təəssüf ki, həm də tirajlayır. Bu mənim elə aparıcılardan söz düşmüşkən şu aparıcılarla. Məsələn, əvvəllər müğənnilərlə bağlı danışırlar. Deyirlər ki, daha çox sponsorlarına gülləmə gəlirdilər onlar. İndi bəzi aparıcılar da o sponsorlarına arxayınlaşaraq, arxayın olaraq, yəni burada mənəm Bağdadda Kor Xəlifə misalına uyğun hərəkət edirlər. Hətta monopoliyaya da alıblar. Bəzi eşitdiyimiz məlumatlara görə. Təəssüf ki, bizdə deməli sponsorlu aparıcılar anlayışı 90-cı illərin ortalarından inkişaf eləməyə başladı ki, bu mənim aparıcımdır, bu mənim arxasında filan oliqarx dayanır, filan deputat dayanır, filan nazir dayanır. Bax, bunlar artıq o televiziyanın mühitini pozan faktorlar idi. Niyə? Çünki pul var, təzyiq var, təsir var və ona görə televiziya rəhbərləri də biraz özünə çox güvənən olmayanda, yəni yeri sürüşkən olanda və özü də biraz təmənnalı olanda o aparıcılar üçün geniş şərait yaradır. Və o da tərs kimi təəssüf ki, genişlənir. İndi bəli, sponsorlu, indi onlara hacizat da deyirlər də. O cür deməli müğənnilərdən bu tərzə keçilməsi bu da çox qorxulu tendensiyadır. Niyə? Yəni faktiki olaraq dünənə qədər pullu adam oliqarxlar bir-birləri ilə, yəni müğənni savaşındaydısa, artıq bugün televiziya veriliş və telekanal savaşındadılar. Yəni televiziyanı bu vasitəyə çevirmək ən böyük iyrənclikdir. Televiziya mədəniyyətdir. Televiziya bizim ruhumuzun ərazisidir. Televiziya bizim düşüncəmizin ərazisidir. O ərazini təmiz saxlamaq, dürüst saxlamaq, onu çirkdən qorumaq, onun ekologiyasını qorumaq hər kəsin borcudur. Televiziya rəhbəri də, televiziya rejissoru da, televiziya prodüseri də, redaktor da, siz aparıcılar da, biz televiziya mütəxəssisləri də. Ona görə bax, buradakı cəmiyyəti əslində tək bir nigarya və bir qeyrisinin məsələsi deyil. O ümumi tendensiya artıq böyük bir axına çevirir. Dünənə qədər bu cığır idi, artıq bu magistral yola çevriləndə çox təhlükəli olur. Deməli, hər hansı bir yoxlama, bu aparıcılar efirə çıxarılmadan öncə hər hansı bir yoxlamadan keçirilmir. Elə kim necə istəyir, belə bir sərbəstlik var. İndi bu televiziyadan asılıdır da. Məsələn, elə televiziya var ki, yəni onun kollegial seçim imkanı olur. Məsələn, tutaq ki, mən aparıcı seçirəm, mənim tələblərim, meyarlarım nədir? Bir neçə il bundan əvvəl, bəlkə də 10-15 il bundan əvvəl Moskva Dövlət Universitetinin Sosial Psixologiya kafedrası televiziya aparıcıları üçün kriterilər müəyyənləşdirmişlər. Yəni o sistemdə bu məşhur psixoloq var, Rus psixoloq Matveyeva və onun komandası. Yəni onlar aparıcı üçün təxminən bir 100 keyfiyyət kateqoriya müəyyənləşdirirlər ki, bu aparıcı nə dərəcədə intellektualdır, nə dərəcədə səmimidir, nə dərəcədə savadlıdır, nə dərəcədə tamaşaçı ilə dil tapa bilər, nə dərəcədə ləyaqətlidir. Bunların hamısına qədər var. Yəni biz aparıcılar, bu bəziləri elə bilir ki, efirə çıxmaqla, bir veriliş aparmaqla bu tanınacaq. Xeyr, indi çox adam çıxır. Aparıcı nə ilə yadda qalır? Ağlı ilə, intellekti ilə, düşüncəsi ilə, davranışı ilə və qarşısındakı insanlara münasibəti ilə. Yəni bunlar olmasa mümkünsüzdür. Biz də indi bunun dərsini keçirir və tələbələrimizi öyrətməyə çalışırıq da. Yəni bu cür keçici, bayağı, ötəri, kiminsə köməyi ilə, kiminsə vasitəsi ilə gəlib efirə çıxmaq olar. Hər kəsin aparıcı istəyinə normal baxıram mən. Amma və lakin hazırlıqsız, qabiliyyəti olmadan kiməsə güvənərək kimlərinsə acığına, kimlərinsə vasitəsi ilə o şəkildə efiri çıxıb, efiri çirkləndirmək olmaz. Qul müəllim, son sualımı da verim sizə. Deməli, bu seriallar,
televiziyada yayımlanan seriallarla bağlı da bir narazılıqlar var. Yəni aktyorların söyüşlərdən, jargonlardan, vulqar sözlərdən istifadə eləməsindən danışılır. Məsələn, Alatava serialında, ictimai televiziyada yayımlanan Alatava serialı, düzdür, serialda o səslər verilmir, amma məsələn YouTube-da yerləşdirilən variantında söyüşlər verilir və ümumiyyətlə aktyorların ləhcə ilə danışığı da bildirilir ki, niyə görə ləhcə ilə danışırlar. Bax, bu məsələlərə bunlar biraz mübahisəli məsələlərdir. Mən sizə deyim, kino, bədii kino bu bir obrazdır. O istədiyi dildə danışa bilər. Məsələn, televiziyada təmsilçi var. O aparıcıdır, sizsiniz. Mənəm bir qeyrisidir. Biz ədəbi dilin təmsilçisiyik. Kinoda bu obraz yoxdur. Ola bilər obrazlar bölünsün, biri mədəniyyət sahəsində çalışsın, o birisi küçədə, o birisi xuliqan olsun, bu birisi olsun belə. Yəni o cəmiyyətin düşüncənin rənglərini vermək üçün obrazlardan istifadə edirlər. Obrazlar rejissorun əlində ideyanı gerçəkləşdirmək vasitələri və fiqurlardır. Ona görə də yəni bu məsələdə mən çox belə əlbəttə hər kəs etika çərçivəsində hər şeyə cavabdehdir. Yəni bunu çox indi baxın bizim nəsildə xüsusən gənc nasirlərimiz, yəni bunlar da çox meyillidirlər də. Tutaq ki, məsələn, niyə çox söyüş veririk? Filan rus yazısı belədir. Yapon yazısı indi Murakami, yəni siz də adını bilirsiniz. O da belə çox eybəcərlikləri dərinliyinə qədər ifadə edir. Yəni baxırsan bizim yazıçıların da bəzilərinin əsərlərində, gənclərin əsərlərində bu görünür. Bəlkə də oradan qaynaqlanmır. Başqa mənbə var. Amma və lakin bax o söyüş bir epizod ola bilər də. Ya bütün söyüşün üstündə roman qurmaq olmaz axı. Yəni necə erotikanın, necədir pornoqrafiyanın, necədir şəhvətli səhnələrin üstündə kino və ya sənət əsəri yaratmaq olmaz. Amma və lakin ədəbiyyatın missiyası nədir? Kinonun missiyası nədir? İnsan yetişdirmək. Onun hədəfi insanları yetişdirməkdir. Onlara bəlli bir ideyanı verməkdir. Klassik kino, klassik ədəbiyyat, klassik mədəniyyət bunu yerinə yetirir. Televiziyada yəni o missiyadan kənar deyil. Ona görə biz bunu məsələn 22-ci ildə radio meydana gələndə çox böyük mübahisələr gedir ki, bu kimin olmalıdır da? Onda deməli BBC-nin direktoru, o vaxtki direktoru baş prodüser, parlamentdə məşhur çıxışı var. Britaniya parlamenti ki, bu radio nə siyasətçilərin olmalıdır, nə biznes adamlarının olmalıdır, nə də ki dövlətin, hökumətin əlində olmamalıdır. Bu cəmiyyətin əlində olmalıdır. John Wright ona görə belə müəyyənləşdirir ki, radio cəmiyyəti məlumatlandırmalıdır, maarifləndirməlidir və əyləndirməlidir. Bizdə bunu tərs piramida kimi eləyiblər, əylənməyin üstündə qurulub hər şey. Əylənəndə də beyinə o qədər yük düşmür. Beyin heç nədən qidalanmır. Ancaq belə əylənirsən və bununla da insan öz mahiyyətini itirir. Və cəmiyyətdə artıq bizim dediyimiz bu təhlükəli proseslər başlayır. Cəmiyyəti ondan qorumaq lazımdır.